Bugün mənim üçün önəmli gündür. Çünki qızımın ad günüdür. Hər şeyə evdən başladı. Klassik ana rejimi, səhərdən biraz hazırlıq, biraz səliqə səhman. Ana olmaq belə günlərdə daha da həyəcanlı olur. Balacam üçün hər şey gözəl olsun deyə xırda detallarına qədər düşündüm. İstədiyi saç formasını etdim, istədiyi geyimi geyindirdim və mənim hər zaman saçımı da soruşursunuz. Onu isə klassik üsulda burub, əllərimlə açıram. Bu şübsi ilə siz də edə bilərsiniz və hazırdır. Sonra isə uşaqların ən sevdiyi hissə əyləncə vaxtına gəldik. Onu sevindirmək, gülüşünü görmək bütün yorğunluğumu unutdurur. Onlar əyləndikcə mən də həm əylənib, həm də yorulurdum. Yavaş-yavaş dostları da gəlirdi. İnanıram ki, bu ad günü onun yaddaşından heç vaxt silinməyəcək. Və beləcə günün davamı isə bizi restorana apardı. İsti, xoş bir mühit, yaxınlarımız, səmimi anlar, hər şey tam istədiyim kimi. Və süfrəmizin ən dadlı hissəsi isə Sushi Razin Əhmədlinin qonaq seti oldu. Sushi sevənlər üçün ideal seçimdir. Həm çeşid bol, həm dadı həqiqətən də fərqlidir. Hər kəsin ürəyincə oldu, masamız daha da rəngləndi. Belə günlərdə həm rahatlıqdır, həm də keyfiyyət önəmlidir. Gördüyünüz kimi içi bol, düyüsü də azdır hər zamanki kimi. Uşaqlar bəyəndiniz, onların cavabı isə görünür. Mən özümə də arada vaxt tapıb dadına baxdım. Bugün bir daha anladım ki, xoşbəxtlik əslində çox sadə şeylərdə gizlidir. Uşağın gülüşündə, ailənin yanında olmasından, paylaşdığın gözəl anlarda. Yaxşı ki, varsa mənim balam. Ad günün bir daha mübarək olsun.